bu mövzu bundan ibarətdir ki, biz müəyyən əsərlərdə, böyük şairlərin yazdığı əsərlərdə bəzən müşahidə eləyirik ki, sanki din tənqid olunur. Məsələn, Seyid Əzimin Qafqaz müsəlmanlarına xitab əsəri var, məsələn deyirəm də. Tutaq ki, başqa əsərlər də ola bilər, müxtəlif şairlərin başqa əsərləri də ola bilər. Orada görürük ki, sanki din tənqid olunur. Və bu, bəzən, hətta ona ən çox təəssüf elədiyim məqamda odur ki, bəzən görürsən ki, ədəbiyyat müəllimləri öz tələbələrinə dərs keçərkən bunu elə təqdim eləyirlər ki, bu əsəri elə təqdim eləyirlər ki, Seyid Əzim dinə qarşı idi, görürsünüz, o dini, belə deyək, tənqid eləyirdi, o dövrdə yaşayan alimləri tənqid eləyirdi və bu cür təqdim eləyirlər. Sizcə bu nə dərəcədə doğrudur? Əgər danışsaq, tənqid olub o söz deyən dövrlərdə, məsəl üçün, o Seyid Əzimin vaxtında. Ola bilər Sovet vaxtında bu cür təqdim olunsun ki, Füzulimi ya Seyid Əzimi ateist bir ruhlu bir şair kimi. Bu da absurd bir şeydir, mümkün deyil də. El arasında belə bir dənə məsəl var, deyir ki, cida nizə deyərlər də, cidanı çuvalda gizləmək olmaz. Necə bükəcəksən bunu, bu bükülən şeydir. Bu cidadır, bu nizədir. Çuvalı o şeyi qoyarlar ki, bükülsün. Hətta biz bu haqda, o vaxtı rəhmətli Əzmailin vaxtında, Cələmdar gilinən, o vaxt belə bir söhbət olmuşdu. Demişdilər ki, o ədiblər ki, o yazarlar ki, Füzulini ortalığa çıxartmaq istəyiblər. Hələ ateist bəhanəsi ilə Füzuli itib batmasın, qoy cəmaat oxusun onu. Adını qoyurlar ki, bu dini tənqid eləyir. Könül səccadəyə basma ayaq, təsbihə əl vurma. Məsəl üçün bu qəzəli ilə. Və yaxud Seyid Əzimin bir qəzəli var. Yetsəydi fəda canımı cananə edərdim. Doğri ruxuna könlümü pərvanə edərdim. Ey zahidi bi zövqü o məscid ki sənin var, olsaydı mənim, mən onu meyxanə edərdim. Mənbər əvəzi orada qoyardım xümü badə, vəqf ol xüm üçün bir neçə peymanə edərdim. Və s. və s. Bu cür qəzəllərdən istifadə eləyib, bu şairləri dinin əleyhinə yazan şairlər kimi təqdim edirdilər. Amma sonra zaman keçdikcə o Sovetin daha kəskin o qılıncı biraz kütləşdikcə dinə qarşı yox, dinlə qarşının arasına bir dənə xurafatı da saldılar. Dini xurafata qarşı. Bu dediyim qəzəllər o deyil, Dini xurafata qarşı olan şeirlər, satiralar Seyid Əzimdə də olub, Sabirdə də olub. Amma Füzulinin o qəzəli və yaxud Seyid Əzimin bu qəzəli xurafata qarşı deyil. Bu tamam başqa bir mövzudur, bir irfani bir mövzudur o nöqteyi nəzərdən. Ona da toxunarıq. Toxunaraq deyəndə bir kəlmə ilə deyərik. Çünki başqa verilişlərimizdə biz bu haqda geniş mənbələn danışmışıq ki, zahid niyə pislənilir? Zöhd pislənilmir, zahid pislənilir. Çünki zöhd elə bir mövzudur ki, çox məzlum bir mövzudur. Niyə? Zöhd dünyadan qırılmaqdır. Təhrif olub, cəmaat elə bilib ki, zöhd dünyadan qırılmaqdır. Xeyr, zöhd dünyaya bağlantıdan qırılmaqdır. Dünya oyuncaqdır deyiləndə, dünyaya uymayın deyiləndə, mən dünyanı təhqir etdim əleyhissalam deyəndə, dünya və dünyada olanlardan getmir. Pislənilən nədir? Ona olan bağlantı. Onlar var,
su misalında ki gəmiyələyən o sudur. Gəminin ətrafında olsa, əla. Gəmi hərəkət eləmək üçündür. Amma yox, girsə gəminin içinə, gəmini qərq eləyəcək. Burada incə bir mətləb var da, dünya pərəst olmaq və ya dünya pərəst olmamaq. Pərəstişkarlıqdan gedir burada. Dünyaya bel bağlamaqdan, dünyaya bağlanmaqdan gedir söhbət. Dünyanın özündən getmir ki. Dünya hacan sənə deyib ki, mən əbədiyəm, mən sənə vəfalıyam, böyle bir şey yoxdur. Dünya yaranıb ki, istifadə eləyəsən. Dünya yaranmayıb ki, onu dörd əlli qucaqlayasan. Deyir, dünyaya yapışmaq üçün ayaqlar da əl olmuş. İlqar Fəhminin beyti düşdüyə yadıma. Deyir, dünyaya yapışmaq üçün ayaqlar da əl olmuş. İmanı atıb qaçmağa əllər də ayaqdır. İndi vəziyyət bələnçiyinədir. Zahid ona görə tənqid olunur ki, zöhdü təhrif eləyib, düzgün təqdim eləməyib. O da aşiqlərin nəzərində. Gərək aşiq olasan, o eşqi görəsən ki, sonra Zahidin çatışmayan cəhətlərini görə biləsən. Bəzi məsələlər var ki, heç sən aşiq döyürsən, hələ zöhddən başlamalısan. Bənziyir, mən həmişə bir dənə misal getirmişəm. Yəni, bu məktəbdə ki, pillə-pillə qalxırsan, 1-ci sinifdən 10-a qədər, məsələn, 10-cu sinifin adamı gəlib ibtidai sinif uşağı ilə oturub ya elm bəhs eləsin, ya özü ona bu elm sahəsindən gedir ha söhbət ki, həm söhbət bilsin, bu gülünc məsələdir. Ona görə aşiq oturub yuxarı məqamda və cəmaata demir. Bir var desəydi şey cəmaat falan, yox. Könül öz-özünə deyir ki, qalxmısan yuxarıya, sən aşağıya düşmək ixtiyarın yoxdur. Çünki bu yolda rüşd var, yuxarı qalxmaq var. Rüşd eləmək, yuxarı qalxmaq. Yuxarı qalxmaqda aşağı düşmək, hələ bir ki, aşağı düşdün, əleyhissalam deyir, dünəninlə bugünün bərabər olsa belə ziyan içərisindəsən. O ki, qalda aşağı düşəsən. Bu düzgün deyil. Ona görə öz könlünə müraciət edirdi. Könül səccadəyə basma, ayaq təsbih əl vurma. Seyyid Əzim Zahidə deyir ki, o mənim olsaydı, mən onu meyxanə yəni məna aləmi ya. Bizim başa düşdüyümüz o yeri yox, içki içilən yer yox. İrfan ədəbiyyatında meyxana məna aləmindən gedir söhbət. Biz bu haqda səhv eləmirəmsə qeyd eləmişdim. Mey istəkanı ne üçün yaradırlar? İçində maye olsun. Bu dünya istəkan misalındadır, bütün varlıqlar. Məna, mey isə onun mənası, hələ bir ki, o 14 nəfərin dünya onların sayəsində yarandı. O da nə deməkdir? Yəni ki, məktəbi tikirsən ki, alim yetişdirsin.